Conomics ölkə və dünyada iqtisadiyyatında baş verən xəbərləri təqdim etməsi üçün qonşu studiyaya bağlanırıq. Rasim Şərifov oradadır. Salam Rasim. Salam Günel. Buyurun, deyin görək iqtisadi aləmdə nələr baş verir? Biz də Günel Economics'də dünyanın valyuta bazarlarında xüsusən avro, dollar, eyni zamanda rublu məzənnəsinin aşağı düşməsinin Azərbaycan iqtisadiyyatına təsirindən danışmağa çalışacağıq. Təbii ki, digər xəbərlərimiz də olacaq az sonra. Buyurun. Beləliklə efirdə Economics'dir. 2014-cü ildə Azərbaycanda sosial-iqtisadi sahələrin inkişafı üçün 17,6 milyard manat vəsait ayrılıb. Dövlət Statistika Komitəsinin məlumatına əsasən vəsaitin 13 milyard manatı tikinti quraşdırma işlərinə yönəldilib. Bu göstərici 2013-cü illə müqayisədə 12% çoxdur. Məbləğin 11 milyard manatdan çoxu istehsal yönümlü obyektlərin tikintisinə, 6 milyard manatı isə xidmət müəssisələrinin inşasına sərf oldu. Ötən il Azərbaycan vətəndaşlarının gəlirləri 5% artaraq 40 milyard manata yaxın olub. Onun hər nəfərinə düşən orta aylıq məbləği isə 348,4 manat təşkil edib. Gəlirlər ölkədə qeydə alınan qiymət artımını 2,1% üstəliyib. Bu gəlirlərin 70%-i yaxını son istehlaka yönəldilib. Əhali qazancının 8,7%-ni vergilərin ödəlinməsinə, 2,5%-ni kredilərin verilməsinə xərcləyib. 20%-i yaxını isə əmanətlərin və kapitalların artırılmasına yönəldiblər. Avro manata nisbətdə kəskin eniş nümayiş etdirib. Mərkəzi Bankı məlumatına əsasən 2014-cü ilin iyun ayından 1 manat 7 qəpiyə mübadilə edilən avro indi təqribən 90 qəpiyə dəyişdirilir. Bu isə 15% ucuzlaşma deməkdir. Ekspertlərin proqnozuna görə avronun ucuzlaşması ölkəmizə bu valyuta ilə idxal edilən malların qiymətinin aşağı düşməsinə, ixrac olunan malların isə bahalaşmasına gətirib çıxaracaq. Avro məzənnəsinin düşməsi nəticəsində əlbəttə ki, müəyyən qədər ixal olunan malların, Azərbaycan ixal olunan malların qiymətləri düşmə trendi olmalıdır. Çünki Avropa Birliyi bizim ən böyük ticarət partnerimizdir və ən böyük ixalımızı da Avropa Birliyinə edirik. Ondan başqa burada Rusiya rublunun da məzənnəsinin düşməsi də ixal olunan malların qiymətlərinin enməsinə təsir göstərməlidir. Əlbəttə ki, burada əgər suni qiymət artırılması baş verməsə. 2015-ci il 1 yanvar tarixinə vergi ödəyicilərinin dövlət büdcəsinə olan borcları 9,6% azalıb. Ötən il ümumilikdə 258 min vergi ödəyicisinin borcları tamamilə ləğv olunub. Yanvar ayına olan məlumata görə borclu vergi ödəyicilərin sayının ümumi ödəyicilərin sayındakı çəkisi 4,1%-dir. Ödəyicilərin dövlət büdcəsində yaranmış borclarının ödənilməsini təmin etmək üçün vergi orqanları 84,5 min əmlakın siyahıya alınması barədə qərar açıb. Qərarların 80%-i borc ləğv edildiyi üçün bağlanıb. Ümumilikdə, əmlakı siyahıya alınması barədə açılan qərarlar üzrə 70 milyon manata yaxın vəsait dövlət büdcəsinə ödənilib. Ötən il ölkədə 8 bələdiyyədə bələdiyyə vergi informasiya sistemi tətbiq olunub. Pilot layihələr uğurla başa çatdırılıb. Vergilər Nazirliyi sistemin bütün ölkədəki bələdiyyələrdə tətbiqi üzərində iş aparır. Bələdiyyə vergi informasiya sistemindən bağlı bilirsiniz ki, Vergilər Nazirliyinin AVİS sistemi tətbiq olunur, avtomatlaşmış vergi informasiya sistemi. Yəni, prototip olaraq bələdiyyə vergi informasiya sistemi bələdiyyələrdə artıq tətbiqinə başlanmışdır. Yəni, biz 2014-cü il ərzində pilot layihə olaraq ölkənin 8 bələdiyyəsində bu layihəni həyata keçirdik. Artıq layihə başa çatmışdır və bundan sonra ölkə ərazisində bütün bələdiyyələrdə bunun tətbiqi ilə bağlı auditi qurumlarla məsləhətləşmələr aparılacaq. Bugün İsveçrənin Davos şəhərində Davos İqtisadi Forumu işə başlayıb. Forumun proqramında bu ilki mövzu yeni qlobal gündəm olacaq. 40-dan çox dövlət və hökumət başçısının iştirak edəcəyi tədbirə Azərbaycan Prezidenti İlham Əliyevin də qatılacağı gözlənilir. Geosiyasi problemlər dünya iqtisadiyyatını ən çox narahat edən məsələdir. Həqiqətdə isə dünyada hər baş verən münaqişənin həlli üçün atılan mümkün qərarlara görə heç kəs məsuliyyət daşımır. Negativ hallar çoxdur, ancaq müsbət addımlar heç gözə dəymir. Və soyuq müharibədən 20 il vaxt ötəndən sonra yenidən bu dəyişikliklərlə üzləşməli oluruq. Hazırda dünya mürəkkəb və çox qütblü olduğundan problemlərin həlli də mürəkkəbləşib. Rusiya iqtisadi Birləşmiş Ştatların siyasəti nəticəsində parça-parça olur. Amerika Birləşmiş Ştatlarının prezidenti Barack Obama belə bəyanatla çıxış edib. Ötən il biz və müttəfiqlərimiz ağır şəraitdə işləyərək Rusiyaya qarşı sərt sanksiyalar tətbiq edilməsinə nail olduq.
Bir çoxları Ukraynanın işğalını cənab Putinin gücü və strateji məharətinin nümunəsi kimi dəyərləndirdilər. Lakin bugün Birləşmiş Ştatlar öz müttəfiqləri ilə güc və birlik nümayiş etdirdiyi halda Rusiya təcrid olunub. Rusiya iqtisadiyyatı isə kağız qırıntılarına çevrilib. İndi isə dünya bazarlarındakı tendensiyaya nəzər yetirək, neftin qiymətində hal-hazırda artım var. Amerikanın New York əmtəə birjasında əraca çıxarılan light markalı qaraqızılın bir bareli 2%-dən çox bahalaşıb və indi 47 dollar 6 sentə təklif olunur. London birjasındakı Brent nefti isə 48 dollar 59 sentə satılır. Amerikanın əksər səhmləri isə ucuzlaşmağa başlayıblar. Yaponiya Nikkei 225 indeksi də dəyərini itirməyə başlayıb. Avropanın qiymətli kağızlar bazarında isə situasiya tam fərqlidir. Qızılın qiyməti 1300 dollarlıq psixoloji həddən də yuxarı qalxıb. Gümüşün qiymətində də 2%-ə yaxın artım var. Bu metal təqribən 18 dollara təklif olunur. Yalnız mis və alüminium dəyərlərini itiriblər. Hal-hazırda vahid valyutanın dəyəri artmaqda davam edir. İndi avro-dollar 1.15.74'dür. Dollar yen 117.80, funt sterling dollar isə 1.51.60-a mübadilə olunur. Azərbaycan manatının digər valyutalara nisbətən Mərkəzi Bankın müəyyənləşdirdiyi məzənələr isə belədir. Dollar 78 qəpik yarımdır, 1 avro 95 qəpikdir, Rusiya rublu 1,2 qəpik, Türk lirəsi isə 33 qəpiyə mübadilə olunur. Belə bu bizim bu saat ekonomikistə çatdırmaq istəyəcəyimiz sonuncu xəbərlər idi. Sizi maraqlandıran hadisə və narahat edən problemlər barədə isə 497-61-57 nömrəli qaynar xəttimizə də zəng vurub məlumat verə bilərsiniz. Həmçinin Android tipli mobil telefonlara iReporter proqramını yüklənməklə qarşılaşdığınız hər hansı hadisəni Liziya televiziyasına göndərə bilərsiniz. Günəli ekonomikası ayrılan vaxt bu qədər, buyur söz yenidən sənədir. Təşəkkür